digər bir səbəb haqqında. Digər bir səbəb. Əmr-i biməruf nəhyu anil münkər İslam cəmiyyətində qərib oldu. Hansı ki, İslamın vacibatı idi. Əvvəllərdə dedim ki, Həzrət Əli əleyhissalam buyururdu ki, Əmr-i biməruf nəhyu anil münkər, yəni yaxşılığa dəvət etmək, pislikdən çəkindirmək, digər yaxşı əməllərə nisbətdə dəryanın ağız suyuna olan nisbəti kimidir. Yəni, digər yaxşı əməllər, hamısını götür, hamısını. Onlar bir ağız suyu qədərdir, amma əmr-i biməruf nəhyu anil münkər bir dəryadır. Bu, hansı cəmiyyətdə zəifləsə o cəmiyyət məhv doğrudur. O cəmiyyət uçuruma doğrudur. O süqut eləyəcək. Dəyərlər dəyişəcək, düşüncələr dəyişəcək, dünya görüşləri dəyişəcək. Surətlər yerində qalacaq, amma başqa adamlar olacaqlar. Surət yerindədir, görünüş yerindədir. Amma artıq o adamlar olmayacaq. Peyğəmbər əleyhissalamdan sonra əmr-i biməruf nəhyu anil münkər zəifləməyə başladı İslam cəmiyyətində. Əməvilər dövründə sıfıra düşdü. Yezid dövründə artıq daha da aşağı gedirdi. Əksi baş verirdi. Yaxşılığa əmr olunmurdu, yaxşılıqdan çəkindirilirdi. Pislikdən çəkindirilmirdi, pisliyə əmr olunurdu. Odur ki, Həzrət Ağa İmam Hüseyin əleyhissalam yola çıxanda bu sözlə, bu şüarla, bu niyyətlə yola çıxdı ki, mən yer üzərində fəsad eləmək üçün yola çıxmıram. Zülm etmək üçün də bu səfərə çıxmıram. Mən cəddim Rasulullahın dinini islah eləmək üçün yola çıxdım. Bu səfərə çıxdım. Yer üzərində əmr-i biməruf nəhyul anil münkər etmək üçün bu yola çıxıram. Bax, bu əsas məsələlərdən birisi budur. Əmr-i biməruf yox idi, yox idi. Baxın, bir cəmiyyətdə ki, pislikin qarşısı alınmır. Bir cəmiyyətdə pisliklərə qarşı ictimai qınaq yoxdur. İctimai qınaq yoxdur. Bir cəmiyyətdə ki, mənə nə var? Bu narkomanlar olsun, mənə nə var? Bu içki içən olsun, mənə nə var? Bu zina eləyir, mənə nə var? Özü bilər. Filan kəs yolu kesir, mənə nə var? Özü bilər. Götür də. Tek namaz deyil ki, din namazdır və ya. Din namaz deyil ki, fəqət. Bu ictimai qınaq bir cəmiyyətdə nə oldu? Kesildi. Yaxşılığın təbliği, yaxşıların təbliği, bax. Yaxşıların təbliği, bir də yaxşılığın təbliği dayandı, o cəmiyyət artıq əmr-i biməruf götürür. Oradan o cəmiyyət məhv olacaq. Pisliyin artması problem deyil. Yaxşının susması problemdir. Yaxşının susması problemdir. İki cür əmr-i biməruf var. Bir yaxşı əməli əmr-i biməruf eləyirsən. Yaxşı əməlin baş verməsi haqqında təbliğat eləyirsən, bax belə deyim. Bir də var, yaxşı insanı təbliğ eləyirsən. Yaxşı insanı təbliğ eləyirsən. Daha effektli olanlardan birisi budur ki, yaxşı əməllə bərabər yaxşılıq edən, yaxşı iş görən insanı da nə desən, təbliğ eləyəsən, elan eləyəsən, tərif deyəsən. Niyə? Çünki ortada qalan insanlar seçimləri nə etsinlər? Doğrultsunlar. Pislik eləyən deyil, yaxşılıq eləyən də deyil. O,
yolunu etsin, düzəltsin, yaxşılara tərəf getsin. Yaxşılara tərəf getsin. Bax, bu əsas məsələ, əsas amillərdən birisi budur. Və o dövrdə isə, Peyğəmbərdən sonra xüsusən Əməvilər dövründə yaxşılıq, o yaxşı işlər görən insanlar digər insanlar tərəfindən dəyərlənmirdi. Dəyərlənmirdi. Bu dəyərlənməyən vaxtında nə baş verəcək? Baxın, bir cəmiyyətdə yaxşı ilə pis qarışacaq. Elə də yaxşı ilə pis qarışacaq. Dəyərlənməsə, bir sinifdə müəllim dərs soruşur, amma qiymət vermir. Elə dərsi soruşur, qiymət vermir. Dərsi soruşur, qiymət verir. O sinifdə yaxşı oxuyanla pis oxuyanın nə olmaz? Fərqi olmaz. Bu da ədalətsizlikdir. Yaxşı oxuyanla pis oxuyanın seçilməsindən ötürü müəllim mütləq 2 oxuyana, 3 oxuyana o 3'ü verməlidir, 5 oxuyana da 5'i verməlidir. Bu nizam, bu ədalət öz yerinə tutacaq. O cümlədə bir cəmiyyətdə yaxşı insanlar danışılmalıdır, deyilməlidir, təbliğ olunmalıdır ki, aşağıda gələnlər özlərini o yaxşı insanlara bənzətsinlər. Onların yollarını geçsinlər. Çünki yolu nəzəriyə qoymur. Nəzəriyə var da, Qurandan böyük nəzəriyə var, yaxşılıq nəzəriyyəsi var. Yoxdur ki, yoxdur. Yolu nəzəriyə qoymur. Yolu o nəzəriyyəni yaşadan insanlar qoyurlar, yaşadan insanlar. Kim o nəzəriyyəni yaşadırsa, o insanlar yol qoyurlar, yol olar gedirlər. İslam nəzəriyyənin üzərində durmur. İslam şəxslərin üzərində durur bəzi. O nəzəriyyəni yaşadan insanların üzərində durur. Odur Peyğəmbər buyururdu, Qur'an və Əhl-i Beyt. Həm nəzəriyyə, həm o nəzəriyyəni yaşayan insanlar, nümunəvi insanlar olmalıdır. Böyle kitab hər yerdə var da. Doludur kitab. O kitabdan iş bitmir ki. O kitabdan bir hədisi yaşamaqla iş düzəlir. 3 hədisi yaşamaqla iş düzəlir. Bəyində var bəzi. Bizim evdə də Quran var. Var da Allah yaxşı. Nə qədər oxudun? Ayda nə qədər oxudun? Ayda hansı ayət əməl elədin sən? Olmaqla bitmir. Cəmiyyətlərdə bunlar düzəlməlidir. Olmasa o cəmiyyət elə küfə cəmiyyətidir. Əmir-i bimərfi olmayan cəmiyyət küfə cəmiyyətidir. Nəhyənil münkər olmayan cəmiyyət küfə cəmiyyətidir. Yaxşı ilə pisini ayıra bilməyən cəmiyyət küfə cəmiyyətidir. Bu qəti belədir. Qəti. Və daha doğrusu deyək, Kərbəlanın əsas amillərindən birisi də dəyərlərin dəyişməsidir, insani dəyərlərin dəyişməsidir. İnsani dəyərlərin dəyişməsidir. İnsani dəyərlər bilsən nədir? Peyğəmbər zamanında üstün insanlar var idi. Üstün insanlar. Buyururdu, Əkrəməkum indəllah ətqakum. Bu Quranın ayəsi. Sizin ən üstününüz ən təqvalı olanınızdır. Ən üstün olmaq istəyirsən, Allah qatında ən təqvalı ol. Sən ən üstünsən. Peyğəmbər zamanında ərəb, əcəm fərqi yox idi. Bu türkdür, bu farsdır, bu ərəbdir, bu nə bilim o qəbilədəndir, bu qəbilədəndir, bu haşimidir, bu nə yox idi. Peyğəmbər zamanında bu vardı. Əkrəməkum indəllah ətqakum. Sizin ən üstününüz ən təqvalı olanınızdır. Kim ən təqvalı idisə, bu üstün adam idi. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm əyləşib bir məclisdə. Səlman adında bir sahabə var. O sahabə qul idi. Yaşlı da adam idi, qul idi da. Qulluqdan azad olundu. Amma mömindir, Səlman da bu.
din axtarmaq üçün ömrünü həsr eləyən insandır. Ömrünü həsr eləyib haqq dinini axtarmaqdan ötürü. Məsihi də olub, Yəhudi də olub, bütün dinləri gezir. Ki, bu haqq dinini, həqiqətini tapsın. Gəlib Peyğəmbəri tapıb həqiqətini vurulub. İndi Peyğəmbər əyləşib, Səlman da təzə müsəlman olub. Amma Peyğəmbər bilir bu kişi kimdir. Onun irfanından xəbəri var. Ərəblər də oturdular. Gəldi Peyğəmbər yer göstərdi ona yaxınlığında. Gəldi ərəblərə keçdi, oturdu, hamısının sifəti sallandı. Ya bu əcəm, Fars Salman dedilər də ona. Bu əcəm gəldi ərəblərə keçdi, yuxarıya oturdu. Peyğəmbərin həmən bu ayə nazil oldu. Əkrəməküm, əndəllahi təqvə. Sizin ən təqvalı olanınız ərəb olan deyil. Sizin ən təqvalını, ən üstününüz ərəb olan deyil. Sizin ən üstününüz təqvalı olandır. Mən bir nə qətliyəm, gözüm aydı. Sən üstün ola bilməzsən. Burada yaşayırsansa, bu meçiddəsənsə, sənin haqqın başqasından daha çoxdursa, elə söz yoxdur. Öyle söz yoxdur. Mən buralıyam, birinci sırada duracağım. Elə söz yoxdur. Ən təqvalı duracaq qabaqda. Təqvanandır bunlar. Təqvanan. Allahın ölçüləri təqvadır. Nə millətdir, nə mənsubiyyətdir, nə nəsildir. Yox. Təqva. Amma Peyğəmbərdən sonra bu söz olaraq qaldı. Mənbərlərdə danışıq olaraq qaldı. Əməvilərin bir dövrü vardı, hətta 3-cü xəlifənin dövründə də bunlar baş verirdi artıq. Bir vəzifəyə qoymaqdan ötürü mütləq əməvi olmalıydı. Əməvi. Hətta Əməvilər dövründə belə bir söz var idi, bir vəzifə var idi, boş vəzifə idi. Deyirlər, bunu kimi qoyaq? Yox, hadi Əməvilərin bir uşağından zadından yoxdur. Bu dərəcədə. Ərəblə əcəmin arasında uçurum girildi. Bu da müsəlmandır, bu da müsəlmandır. Amma ərəb-əcəm məsələləri, söhbətləri gedirdi. Müsəlman söhbətləri yox. İslam dəyərləri yox. Mənsubiyyət yarandı orada, ondan sonra. Bilirsiniz, bu təəssübkeşlik böyük bəladır. Ya, mən sizə bu sözü deyirəm, çox böyük bəladır. Hər kəs varsa bu yolu gedirsə, böyük bəladır. O müsəlmançılıqdan çıxıb artıq. Milli təəssübkeş yaxşıdır. Hansı vəziyyətdə? Mən özüm bax, mən müsbət milli təəssübkeşəm. Millətimin rifahını istəyirəm, millətimin xoşbəxtçiliyini, inkişafını istəyirəm. Amma başqa millətləri əzməklə, başqa millətləri təhqir etməklə, onların məhvini istəməklə deyil, özümüz. Yəni, bunu qalxızmaqdan ötürü obrusunu salmırıq biz aşağı. Bu mənfidir. Amma bir də var şovinizm var, bir də var mənfi millətçilik, şovinizm mən Hitlerin millətçiliyidir də. Ancaq Alman xalqı üstündə qalan xalqlar hamısı quldur. Belə düşüncə yoxdur. Üstün ilik, elə söz yoxdur. Elə söz yoxdur. Türk, qalan heç kəs, elə söz yoxdur, qardaş. Bu yaxşı sözdür. İstəyir Türk şovinizmi ola, Fars şovinizmi ola, Rus şovinizmi ola, Alman şovinizmi ola, bunların hamısı bizdir. Yaxşı insan məfkurəsi var, yaxşı insan. Yaxşı insan hər yerdə var, pis insan yenə də hər yerdə var. Yaxşı insan hər millətdə var, pis insan hər millətdə var. Yaxşı ilə pisi dəyərləndirməkdən ötürü millətçi olsan sən nə edə bilməyəcəksən, dəyərləndirə bilməyəcəksən. Və ərəblərin içərisində o dövrdə həmən bu yarandı. Ərəbi, türkü, farsi, rumi başladılar ayırmağa. Məsələn, İmam Hüseyin əleyhissalamın qoşunun içərisində əcəmlər var idi. Əcəmlər var idi. Türk olanlar var idi. Ata-oğul var idi orada. Bir ata, iki oğul hətta deyirlər. 3 dəfə şəhidlərdən var. Türk idi. Müslüm adında.
Qari Quran idi, mömini. Gör necə hansı bir dərəcədə ki, İmam Hüseynin yanındadır ya bu adam. Gör nə boyda dərəcəsində. Əcəmlər bizi ilə döyüşür, hə? Orada əcəm var. Məbaltildilər bunlar. Belə məfkürə yoxdur. Bu günlər bizlərdə də eləyə bilər ya. Hə, Azərbaycanlıyıq, Azərbaycan da demirlər. Azərbaycanın içərisində Talışı da var, Azərbaycanın içərisində Tatı da var, Azərbaycanın içərisində Lezgisi də var, Avarı da var. Nə bileyim? Neçə dənə xalqlar var yaşayır. Bu Azərbaycan, bu gözəldir. Amma bir də var ki, mesela Türk şovinizmi bu günləri inkişaf edir, burada necə Türk. Ya bu tatlı Türk dersən, bunun onda ne demək, neynəsin bu? Bu pis adamdır. Və nə qədərin yarısı Türkdür, yarısı tatlı. Tat deyəndə dağların acına yarısı dağlıdırlar. Yəni də tarix yazır ki, tat. Hə, mən tatam, mən pis adamam. Belə şey var, belə düşüncə var. Səhvdir bunlar. İslam təfəkküründən uzaqdır bunlar. Yaxşı insan var və pis insan var.